Dostlar, biz davam edirik. Nadiyetsə, ümid etmək, ümid bəsləmək, eyni zamanda güvənmək kimi də tərcümə etmək olar. Deməli, biz keçən dərs inkarda qurduq cümləni. Bu feillə "Ты не надейся на него". Sən ona ümid etmə və yaxud güvənmə kimi də tərcümə etmək olar. Sən ona güvənmə. "Ты не надейся на него". Adi halda da fikir verin, eyni olacaq. Çünki bir cürdür feil. Əmr xahiş feili adi halda olacaq "надейся", cəmdə də "надейтесь". "Надейтесь только на себя". Yalnız özünüzə ümid edin və yaxud yalnız özünüzə güvənin. Bu fikirdə deyərkən "только на себя", yalnız özünə və yaxud yalnız özünüzə daha çox güvən kimi tərcümə etmək olar. Bir də bir məqam var. "Только на себя". Bu fikir yalnız özünə, yalnız özünüzə rus dilində eyni olacaq. Feil təkdə də olsa eyni cür deyiləcək. "Надейся только на себя". Feil cəmdə də olsa yenə də deyəcək "только на себя". İnanıram ki, aydın oldu. Deməli, yalnız özünə, yalnız özünüzə rus dilində olacaq "только на себя". Bir cür. "Надейся только на себя". Yalnız özünə güvən. "Надейтесь только на себя". Yalnız özünüzə güvənin. Bu fikri başqa feillərdə demək olar. Deməli, "рассчитывайте", "рассчитывай". Təkdədir, "рассчитывайте" cəmdə. "Рассчитывайте только на себя". Yalnız özünüzə ümid edin və yaxud güvənin. "Рассчитывайте только на себя". Növbəti feil. Смеяться, посмеяться, gülmək. Əmr xahiş formasında olacaq. Посмейся. Əgər tez-tez olursa, olacaq смейся. Siz bilirsiniz ki, əgər biz bir neçə dəfə etməliyiksə, deməli, polsuz da adi halda demək olar. Yalnız inkarda yox, adi halda da demək olar. Deməli, əgər bir dəfə edilərsə, bu ilə qurulacaq. Посмейся хотя бы немного, когда он шутит. Deməli, o zarafat edərkən, когда он шутит. Heç olmasa, хотя бы, heç olmasa biraz gül. Посмейся. Хотя бы, heç olmasa deməkdir. Немного, biraz. Посмейся, gül. Burada təkdədir. Cəmdə olacaq, посмейтесь. Посмейтесь. Посмейтесь хотя бы немного, когда он шутит. O zarafat edərkən, heç olmasa biraz gülün. Fikir verin, bu cümlədə yalnız feil dəyişilə bilər, təkdə və yaxud cəmdə. Хотя бы немного, heç olmasa biraz, когда он шутит, o zarafat edərkən. Edərkən, когда. Burada когда nə vaxt kimi tərcümə edilmir. Burada sual verilmir. Buna görə də bu söz, когда sözü başqa cür tərcümə olunur. Deməli, когда sözü iki cür tərcümə edilə bilər. Nə zaman, nə vaxt, bir də can şəkilçisi əvəzi dura bilər. O zarafat edərkən, o bizə gələrkən, o alarkən, o nəsə edərkən. Bu zaman olacaq когда он шутит. Посмейся хотя бы немножко, когда он шутит. Biz elə bil ki, xahiş edirik və bu xahişi birinci deyirik. Burada əsas məqam budur. Məhz xahişimizi biz birinci deyirik. Buna görə də məhz xahiş feilindən cümləni başlayırıq deməyə. Не смейся надо мной. Надо mной mənim üzərimdə deməkdir, надо mной. Amma başqa cürdə tərcümə edilir. Deməli, feildən asılı olaraq. Надо mной, над ним, onun üstündə, над ней, burada kişi cinsindədir, над ним, burada над ней, onun üstündə, qadın cinsində, над нами, bizim üstümüzdə, над вами, sizin üstünüzdə, над ними, onların üstündə. Amma bu feildən asılı olaraq, məhz надо мной, над ним, над ней başqa cür tərcümə ediləcək. Deməli, не смейся надо мной, mənə gülmə. Bəli, dostlar, mənə gülmə, ona gülmə. Deməli, o etdiyi hərəkətə gülmə. O dediyi hər hansı bir sözə gülmə. Burada не смейся надо мной, mənə gülmə deyiləcək. Mənə, мне, не смейся мне biz demirik. Mütləq olmalıdır. Не смейся надо mной. Не смейся над ним, ona gülmə. Kişi cinsindədir şəxs. Не смейся над ней, ona gülmə. Qadın cinsindədir şəxs. Не смейся над нами, bizə gülmə. Не смейся над вами olmur. Не смейся над ними, deməli, onlara gülmə. Не смейся над ними. Onlara gülmə. İnanıram ki, yadınızda qaldı. Deməli, не смейся, məhz смеяться feili ilə olacaq мне, тебе yox, mənə, sənə yox. Məhz надо мной, над ним, над ней, над вами, над нами, над ними. Məhz bu cür. Bu söz birləşməsi, belə deyək, məhz bu cür tərcümə ediləcək. Bu feillə. Смеяться над кем-то.
Kiməsə gülmək. Не смейтесь, он говорит серьезно. Gülməyin, o ciddi deyir. Стараться, постараться, çalışmaq. Постарайся пойти вовремя. Пойти, getmək, прийти, gəlmək. Həm po ilə qurmaq olar, həm pri ilə. Deməli, постарайся пойти вовремя. Çalış, vaxtında get. Постарайся прийти вовремя. Çalış, vaxtında gəl. Вовремя, vaxtında. Постарайся, çalış. Təkdə, постарайтесь, cəmdə. Постарайтесь не шуметь. Дети спят. Çalışın, səs etməyin. Uşaqlar yatır. Не старайтесь делать быстро. Главное сделать качественно. Çalışmayın, tez edəsiz. Edəsiz burada davam edici formadadır. Əsas keyfiyyətli etməkdir. Burada da fikir verin. Artıq s ilə qurulacaq. Deməli, главное сделать качественно. Burada zərfdir, качественно necə? Əsas necə etməkdir? Əsas keyfiyyətli etməkdir. Не старайся, он все равно не оценит. Çalışma, o onsuz da ki, все равно, onsuz da ki qiymətləndirməyəcək. Не оценит, qiymətləndirməyəcək, qiymət verməyəcək. Bu cür. Оценка qiymətdir. Оценка. Оценка qiymət. Amma не оценит, burada fikir verin, it şəkilçisi var. Burada da məhz şəxs, on, o qiymət verməyəcək. Buna görə də it şəkilçisini qəbul etdi. Burada artıq bu fiil oldu. Оценка isimdir. Amma не оценит, niyəni salada bilər. Оценит artıq fiildir. On все равно, onsuz da qiymət verməyəcək, qiymətləndirməyəcək. Bir də fikir verin. Əgər nəyəsə qiymət vermək olacaq, оценить qiymət vermək, оценить fiil dəyişilməz formadadır. Yəni sizə yazım. Оценить. Оценить. Оценить qiymət vermək. Amma ценить, 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 ценить dəyərləndirmək. Ценить insanı dəyərləndirmək, оценить qiymət vermək. Он тебя не ценит. O sənə dəyər vermir. Он тебя ценит. O sənə dəyər verir. Burada yalnız ne düşəcək və müsbət halda olacaq. Yadınızda saxlayın. Deməli, ценить dəyər vermək, insana оценить etdiyi hər hansı bir işə qiymət vermək. Оценка sadəcə qiymətdir. İsimdir. Улыбнуться, улыбаться. Gülümsəmək. Gülmək, смеяться, amma gülümsəmək olacaq. Улыбаться. Gülümsəmək. Gülümsəmək. Улыбаться. Почему ты такая грустная? Улыбнись. Sən niyə bu qədər qəmginsən? Gülümsə. Улыбнись təkdədir. Улыбнитесь cəmdə. Улыбнитесь, gülümsəyin. Я вас фотографирую. Mən sizin şəklinizi çəkirəm. Eyni zamanda davam edici formada da demək olar. Улыбайтесь. Əgər bir şəkli yox, bir neçə şəkil edirsinizsə və yaxud video çəkirsinizsə, deyə bilərsiniz. Улыбайтесь. Amma həmən anda şəkil çəkirsinizsə, bir şəkil çalışırsınız, çəkəsiniz, 1-2. O zaman deyirsiniz, улыбнитесь. Gülümsəyin. Не улыбайся ему. Он подумает, что он нравится тебе. Gülümsəmə ona. O fikirləşəcək ki, o sənin xoşuna gəlir. O, sonra sənin xoşuna gəlir. Nравится. It şəkilçisi. Nəyə görə? Çünki on, o. Və bu fiil məhz şəxs əvəzliyi ilə bağlıdır. Buna görə də fiil cinsdədir. On nравится тебе. O sənin xoşuna gəlir. O fikirləşəcək. Ona görə də ona gülümsəmə. Ona. Ему. Amma o, on. Ona, ему. Не улыбайся ему. Ona gülümsəmə. Ваша улыбка неестественная. Лучше не улыбайтесь. Sizin gülüşünüz təbii deyil. Неестественная təbii deyil. Естественная təbiidir və baxın bu sifətdir. Necə, nə cür? Ona görə də
a, ya şəkilçisi məhz ismin cinsinə görə dəyişildi. Ulыбka qadın cinsindədir. Buna görə də sifət də qadın cinsinin sonluğunu qəbul edir. A, ya. Ваша улыбка неестественная. Sizin gülüşünüz təbii deyil. Lучше не улыбайтесь. Bu fikir, baxın, yaxşı olar ki, gülümsəməyəsiz. Bu cür tərcümə ediləcək. Rus dilində də eyni cür demək olardı. Lучше было бы не улыбаться. Amma o cür deyilmir dostlar. Qısa deyilir. Bu cür. Lучше не улыбайтесь. Yadınızda saxlayın. Biz deyirik, yaxşı olardı gülümsəməyəsiz. Amma biz o cür tərcümə etməyəcəyik. Biz deyəcəyik, lучше не улыбайтесь. Və bu fiil, baxın, əmir, xahiş fiilində. Və bu fiil, fikir verin, xahiş, əmir formasında olacaq. Lучше не улыбайтесь. Bu söz birləşməsini yadınızda saxlayın. Deməli, yaxşı olar ki, gülümsəməyəsiz. Biz sözbəsöz tərcümə etməyəcəyik, bu cür deyəcəyik. Lучше не улыбайтесь. Feili dəyişə də bilərik. Məsələn, yaxşı olar ki, tez gələsiz. Lучше приходите быстро. Lучше было бы прийти быстро biz deməyəcəyik. Sadəcə, lучше приходите быстро. Yaxşı olar ki, nəsə alasınız. Lучше что-нибудь купите. Lучше купите торт. Lучше придите вовремя. Yaxşı olar ki, vaxtında gələsiz. Yaxşı vaxtında gəlmək bu cür yox. Yaxşı olar ki, vaxtında gələsiz. Rus dilində amma lучше приходите вовремя. Lучше не улыбайтесь. Və burada feil lучше sözündən sonra həm davam edici formada dura bilər, həm bitmiş formada. Lучше улыбнись. Biz əgər bütöv desək, həmən fikri, onda feil cinsdə olacaq. Amma biz xahiş ediriksə, əmr ediriksə, bu zaman qısa deyəcəyik və feil olacaq xahiş formasında. Lучше не улыбайтесь. Yaxşı olar ki, gülümsəməyəsiz. Расстаться, расставаться, ayrılmak. Расстайся с ним, он тебе не пара. Onunla ayrıl. O, baxın, тебе не пара, sənə uyğun deyil kimi tərcümə etmək olar. O sənə uyğun deyil, o sənin adamın deyil. Он не твой человек, он тебе не пара. Para cüt deməkdir. Amma biz o sənə cüt deyil kimi tərcümə edə bilmərik. Burada məntiqi tərcümə olacaq. O sənin adamın deyil, sənə uyğun deyil. Eyni zamanda həmən feillərlə də demək olar. Он тебе не пара əvəzinə он тебе не подходит. O sənə uyğun deyil. Elə он не твой человек, o sənin adamın deyil. Lучше сейчас расстаньтесь. Baxın, burada da fikir verin. Yenə də lучше. Lучше сейчас расстаньтесь. Yaxşı olar ki, indi ayrılasınız. Bəli dostlar, yaxşı indi ayrıl, yox, yaxşı indi ayrıl. Burada yaxşı, хорошо əvəzinə deyil, yox. Lучше, yaxşı olar ki, indi ayrılasınız. Və feil, baxın, xahiş formasındadır, yaxud əmir formasındadır. Не расставайся со мной ни на минуту. Ни на minutу, bir dəqiqəlik belə mənimlə ayrılma. Bəlkə məndən uzaq durma, mənimlə ayrılma. Не расставайтесь, ayrılmayın. Прощаться, попрощаться, sağollaşmak. Попрощайся с дедушкой, мы уходим. Babanla sağollaş. Попрощайся, sağollaş. Мы уходим, biz gedirik, çıxıb gedirik. Buna görə də уходим. Başqa cür də demək olar. Скажи пока дедушке, мы уходим. Скажи пока, deməli babaya sağ ol de. Babaya sağ ol de. Biz cümləni axırdan əvvələ tərcümə edirik. Amma rus dilində birinci feil deyirik. Əmir xahiş olsun burada. Amma rus dilində birinci feili deyirik. Sonra artıq nəyi və kimə. Скажи пока дедушке. Попрощайся, sağollaş. Попрощаться с кем-то, kiminləsə sağollaşmaq. Buna görə də попрощайся və s mütləq durmalıdır. Dедушка kişi cinsində olsa da a ilə bitir. Ona görə oy şəkilçisini qəbul edir. S, kiminlə. Biz bu dərsi keçmişik kiminlə. S dедушкой, deməli, s dедушкой, s бабушкой. Burada vurğu düşmür deyə a kimi yox. Burada sadəcə ih. Y kimi. S dедушкой, k və ih deyilir. S dедушкой, s бабушкой. Amma kişi cinsində olarsa və samitlə bitərsə, məsələn, друг. Olacaq s другом, s другом. Yəni yazım sizin üçün s другом. Kimsə əgər unudubsa bu dərsi kanalda tapıb yenidən
baxa bilər. S drugom. Çox yaxşı bir dərsdir, maraqlı dərsdir və bunu siz bilməlisiniz. Baxın şəkilçiləri. Deməli, əgər kişi cinsində olarsa və samitlə bitərsə, onu qəbul edir, kiminlə? Əgər qadın cinsində olarsa və yaxud kişi cinsi ailə bitərsə, o zaman oy olacaq. Sadəcə y. S dedushkой, с папой, с мамой, мы, с мамой, с подругой. Прощай. Burada попрощайте, sağollaşın. Amma прощай, biz dedik sağ ol. Amma прощай, пока, до свидания sözündən nə ilə fərqlənir? Deməli, biz пока deyərkən sadəcə yaxın insana deyirik sağ ol. До свидания, yad insansa, sizdən yaşca böyükdürsə deyirik до свидания. Amma прощай, прощайте deyəndə прощай, прощайте cəmdə прощайте olacaq. Biz əgər həmişəlik çıxıb gediriksə və yaxud uzun müddətlik çıxıb gediriksə, bu zaman deyəcəyik прощай, прощайте. Я ухожу навсегда. Görürsünüz, burada deyirik. Mən həmişəlik çıxıb gedirəm. Ты больше меня не увидишь. Sən məni daha görməyəcəksən. Не увидишь. Görməyəcəksən. Deməli, прощай, прощайте, sağ olun, sağ ol. Nə zaman? Əgər biz uzun müddətlik və yaxud həmişəlik harasa çıxıb gediriksə, həmən insanla ayrılırıqsa, həyatından çıxıb gediriksə, bu zaman biz bunu deyirik.